Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu və səlləmə və barik alə nəbiyyina Muhammed və alə alihi və ashabi əcməin və ba'd. Elmi dərslərimiz, elmi faydalar dərslərimiz davam etməkdədir Allah Taala'nın izni ilə. Bugünkü dərsimiz yuxunun ədəbləri, ərkanları və yaxud yuxu ilə ilgili elmi faydalar. Birincisi odur ki, müsəlman gərək yatdığı zaman sünnədə sabit olmuş duaları oxusun. Birinci ədəb budur. Yervə girdinsə yatmağa, sünnədə sabit olan duaların birini oxu yinən. Misal o ki, yerin içində, döşəyin üstə oturursan, yatağının üstə oturursan, harada yatırsan onun üstə oturursan, əllərini dua etdiyin şəkildə cəm elirsən. Və Qul Huvallah, Fələq, Nəs surələrini oxuyursan, sonra oxuyub qutardıqdan sonra ovcuyun içinə nəfəsini verirsən, üfləyirsən. Ovcuyun içinə üfləyirsən, bir balaca ağzından adamın su qırıntıları ağzından, elə bil ki, necə deyək, ağzında olan insanın sel su qırıntılarından ələ bir balaca düşmək şərti ilə, hətta düşməsə də üfürməyin özü də kifayətdir. Sonra əllərini bədəninə çəkirsən, hara əlin çatır ora. Və xüsusən Peyğəmbər s.ə.v bunu çox edərdi. Hətta özü xəstələndiyi zaman, oturub oxuya bilmədiyi zaman, Ayşə radiyallahu anhəyə tövsiyə eləyərdi, o oxuyub Peyğəmbər s.ə.v oxuyardı, əlinə üfrəyib, sonra Peyğəmbər s.ə.v bədəninə çəkərdi. Və ilk öncə başından başlayır və ta aşağı ayaqlarına qədər. Hara əli çatırsa, əlini ora sürtür. Və bunu 3 dəfə eləyir. Yəni bir dəfə Qul Huvallahu oxuyur, bir dəfə Qul Ə'udhu bi Rabbil Fələq, bir dəfə də Qul Ə'udhu bi Rabbin Nəs. Sonra oxuyub qutardıqdan sonra əlinin ovcunun içinə üfləyir və sonra başından başlayaraq bütün bədəninə əlini çəkir, əlini sürür. O bu bir dəfə. Və sonra ikinci yenə əlini cəm eləyir, başlayır Qul Huvallah, Fələq, Nəs surələrini oxuyub, bitirdikdən sonra əlinə yenə üfləyir və bütün bədəninə çəkir. Və bunu bu şəkildə 3 dəfə təkrarlayır. İkinci məsələ odur ki, sünnədə sabit olan dualar çoxdur. Misal olaraq, ən qısası Bismikallahumma əmutu və əhyə. Ey Allahım, sənin adınla ölürəm və sənin adınla dirilirəm. Duasını oxumaq. Və həmçinin sünnədə sabit olan dualardan biri də Bismikə Rabbi və za'tu cəmbi və bikə ərfa'uhu fə in əmsəkdə nəfsi fərhəmhə və in ərsəltəhə fəhfəzhə bimə təhfəzu bihi ibadəkəs salihin. Ey Allahım, sənin adınla böyrümü yerə qoyuram və sənin adınla da qaldırıram. Əgər məni öldürərsənsə, mənə rəhmət elə. Əgər ruhumu alarsansa, ona rəhmət elə. Əgər həyata qaytararsansa, onda onu salih qulların qoruduğun kimi qoru yinən. Fitnədən, fəsaddan, şirkdən, küfürdən, bidətdən və s. kimi çirkin əməllərdən. Və həmçinin yerə uzandıqdan sonra, yerə girdikdən sonra, yəni yatmaq niyyətinə gəldikdən sonra, yatmadan öncə təsbih çəkirsən. Yəni əlinə alıb təsbih yox. Yəni 33 dəfə Subhanallah deyirsən. Və 33 dəfə Elhamdülillah deyirsən. Və 34 dəfə Allahu Akbar deyirsən. 34 dəfə Allahu Akbar deyirsən. Yəni bunu 100'ü bitirirsən. Bu da eyni zamanda yatmazdan öncə gələn zikirlərin içinə daxildir. Bu məsələlərdəndir. Umumən, əgər baxsanız dua kitablarına, Husn-ı Muslim kimi kitablara, orada yuxu, yəni yatdığın zaman oxuduğun sünnədə sabit olmuş dualar və zikirlər çoxdur. Onların sənə ən rahatı olanı əzbərlə ki, ən azından birini oxuyasan. Və həmçinin yuxunun ədəblərindən qarnın üstünə yatmamaq.
qarnının adam üstünə yatmamaq. Peyğəmbər s.ə.v bu şeytanın yatışıdır. Ağzı üstə yatmamaq, belə deyək, hətta başa düşülsün deyə. Yata bilərsən sağ tərəfində, sol tərəfində və arxa üstünə. Amma ağzı üstə yatmaq ədəblərdən deyil. Hətta bu tibbi yolla sübut olunmuşdur ki, bu insanın ürəyinə çox zərəli var. İnsanın mədəsinə, ciyərlərinə çox zərəli var. Və hətta ağzı üstə yatmağa öyrənən insanların beyni normal şəkildə də istirahət eləmir. Əziyyət çəkir bədən. Bədən orqanları içində adam rahat istirahət elə bilmir. Və yuxu çox ağır olur insan narahat yatdığına görə. Amma adətən bu şeytan yatışı olduğuna görə belə yuxunu şeytan insanlara sevdirir. İnsanlar alışmayıb deyə bəzən də qəflət ucbatından baxırsan ki, sağ tərəfə, sol tərəfə, arxası üstə olduğu zaman yata bilmir. İlla da çevrilib ağzı üstə yuxuya getməlidir. Bu alışqanlıqdan iləri gəlir. Belə olan insanlar bir-iki dəfə səbr eləsələr, bir-iki dəfə bu yatışı tərk eləməyə qalxsalar, inşallah bunu tərk eləyəcəklər. Həmçinin yuxunun ədəblərindən insan çalışması ki, sağ çiyninin üstündə yuxuya getsin. Çalışırsan, sağ çiyninin üstündə yat ki ilə. Peyğəmbər s.ə.v belə yatardı. Və tibbi cəhətdən də, tibbi tərəfdən də sübut olunub ki, sağ çiyninin üstə yatan insan çox sayaq yatar, dərin yatmaz. Çünki ürək o zaman aslı olur. Ürək oyaq olur və sən qəşəng istirahət edirsən. Çünki insanın bədəninin istirahəti ürəyinin sağlamlığına bağlıdır. Yatarkən ürəyin harda və necə istirahət etməyindən bağlıdır. Ürək yaxşı istirahət edərsə, bədənlə onunla bərabər içi beyin qarışıqlı bədən rahat istirahət edir. Ona görə insan sağ tərəfinin üstə yatdığı zaman ürək asılı qalır. Ürəyin üstə yatmırsan və təzyiq güc ürəyin üstə düşmür. Ona görə insan rahat nəfəs alır, rahat nəfəs aldığı zaman tez yuxuya gedə bilir. Və bununla da insan sayaq yatır. Yəni oyana bilir lazım olduğu zaman tezliklə. Və həmçinin yuxunun ədəblərindən bunlar şərtlər deyil, əziz qardaşlar. Yəni o demək deyil ki, sən illa da belə yatmasan böyük günah qazanırsan. Yəni bunlar ədəblərdəndir. Yəni dində bu şeylər tövsiyə olunur. Həmçinin yuxunun ədəblərindən dəstəmazda yatmaq. Dəstəmazda yatanda mələklər səhərə kimi sənin üçün dua eləyərlər. Ya Rabbi, sən bu qulumu bağışla yine. Günahlarını aff elə yine. Və onu doğru yola yönəltdi yine. Onu qoru yine. Dəstəmazda yatanda insan. Peyğəmbər s.ə.v dəstəmaz alıb belə yatardı. Və sən dəstəmaz aldıqdan sonra, yatandan sonra dəstəmaz pozulsa da, pozulmasa da bunun zərəli yoxdur. Çünki sən insan yatdısa dəstəmaz pozula bilir. Adətən odur ki, insan yerə girdiyi zaman çalışsın, dəstəmaz alsın. Hətta Peyğəmbər s.ə.v cünub olduğu zaman, yəni səhərə kimi özü bilirdi ki, məsələ səhərə kimi uzadacaq cənabəti və səhər qusl eləyəcək. Hətta onda da belə gedərdi, dəstəmaz alardı, gələrdi, elə yatardı. Adətən bu, insanın üçün həm təmizlik, paklıqdır, həm də yuxudan qabaq dəstəmaz alıb, insan əlini üzünü su çəkib, yəni dəstəmaz alıb yatması insanın xoş yuxuya getməsinin səbəblərindəndir. Və bu adətən insanlar elə bilir ki, üzə soğuk su çəksən, üzə dəstəmaz alsan, sənin yuxun qaçır. Amma belə deyil. Bu əksi, tibb bunun əksini sübut edir. Və həmçinin yatmağın və yaxud gecələməyin və yaxud yuxunun ədəblərindən yatdığın zaman çalış su içdiyin qabın ağzını örtkinə. Açıq qoyma. Çünki sünnədə gəlmişdir ki, göydən bəla gəlir, xəstəlik gəlir və gəzir. Aydındırmı? Və açıq qabları dolur. Və bundan da əlavə eyni zamanda sənə zərər verən şeylər sən içdiyin qaba girə bilər. Həşərat düşə bilər suyun içinə. Eyni zamanda suyun içinə toz qona bilər və insanın sihhəti və sağlamlığı üçün zərər verən şeylər ola bilər. Qısacası, yuxunun və yatmağın gecələməyin ədəblərindəndir. İnsan qabların yatmazdan qabaq qabların ağzını örtsün. İstərsən yemək qabları olsun, istərsən içmək qabları olsun. Və həmçinin yuxunun ədəblərindən yatdığın zaman
sağ kişinin üstündə yatdığın zaman üzün də qiblə tərəfi ola. Təbii ki, bu şəraiti varsa evdə. Əgər yatağını o şəkilə qoya bilirsənsə, əla. Ki, həm sağ kişinin üstü olasan, həm də üzün qiblə tərəfi ola. Bu, ən doğrusu budur. Həmçinin yuxunun ədəblərindən, gecələməyin ədəblərindən yatdığın zaman odu söndürmək. İnsan odu yana-yana qoyub yatması sünnədə qadağan olmuşdur. Çünki sahabalardan biri şeytan nədən yaranıb? Şeytan oddan yaranıb. Allah Teala buyurur ki, Quran-ı Kərimdə İblisin dili ilə İblis deyir ki, xalaqtəni min nərin və xalaqtahu min tin. Allah Teala əmr eləyəndə ki, səcdə eləyin. Deyir, məni oddan yaratdın, onu isə torpaqdan. Və burada məlumdur ki, əziz qardaşlar, şeytanlar, cinlər oddan yaranır. Sən odu söndürməyib qoyduğun zaman, onda o zaman od yayıla bilər, od düşə bilər və s. kimi. Ona görə sahabələrdən biri yatdığı zaman odu söndürməyib və evi yanıb, özü də yanıb sahabənin. Ev yanıb və özü də yanıb. Deməli, belə bu hadisədən sonra Peyğəmbər s.ə.v qadağan eləyir, deyir, sizdən biriniz yatdıqda, gecələdikdə odu söndürməmiş yatmasın. Odu söndürməmiş yatmasın. Bu da həmçinin yuxunun ədəblərindəndir. Adətən, bu açıq yerlərdə belədir. Tutaq ki, səhradasan, tutaq ki, evdə peşdir. Əgər təhlükə varsa adətən və ehtiyacını ödədinsə, odu söndürməlisən. İndi əgər soyuqdursa, ocağa ehtiyacın varsa, bu istisna. Çünki burada ehtiyac və zərurət var. Amma adətən yoxdursa ehtiyacın ocağa, ehtiyacını gördükdən sonra onu söndürüb elə yatmalısın. Və həmçinin yuxunun ədəblərindən yerə girməzdən qabaq yatdığın yeri təmizləmək. Aydın, məsələn, əlini sürmək ki, görəsən ya döşəkdir, ya xalçadır, ya həsirdir. Nə olur olsun, üstündə bir zərər verən bir şey varmı? Ya həşərat ola bilər, ya hər hansı bir şey ola bilər ki, sənə əziyyət versin yatanda. Deməli, yatmazdan qabaq Peyğəmbər s.ə.v əlini firasının üstünə, döşəyinin üstünə gəzdirərdi ki, görəsən nəsə zərər verə bilən şey varmı deyə. Və həmçinin insan çalışmalıdır, yuxunun ədəblərindən 10-uncusu tək gecələməmək. Tək gecələməkdə vəsvəsə var. Peyğəmbər s.ə.v ona görə tövsiyə eləmir sahabələrinə tək gecələməyi. Təbii ki, bu imkan daxilində. Yəni, heç kəs yoxdursa, sən illa da gedib yoldan tutub adam gətirib deməyəsən, gəl bir yataq, gəl bir evdə yataq. Yox. Amma şərait varsa, çalış tək yatma. Yəni, bu evə aiddir, otağa aid deyil. Ola bilsin ki, hərənin özünün otağı var, orada yatırlar. Bir ailədir, bir evdir, orada 5-6 otaq var. Və hər otağın sakinləri var. Buna aid deyil bu. Yəni, evdə, sənə aid olan diyarda, umumən evdə tək qalmağa çalışma. Və yaxud da ola bilsin, səfərə çıxırsan. Oteldə sən tək otaq götürürsən. Bu demək deyil ki, otel sahibinə dərsən ki, mənim yanıma adamı göndər. Yox, demirsən. Sadəcə söhbət ondan gedir ki, insan evdə, ona aid olan evində tək qalması bəyənilmir. Çünki adətən belə vaxtları vəsvəsə çox olur. Və həmçinin yuxunun ədəblərindən əgər yemək yemişsənsə, çalış yatmazdan qabaq əllərini yuyəsən. Əlin yağlı, əlin kirkli yatmaq ilə. Bunu bəzi elm əhli gətirir. Və həmçinin yuxunun ədəblərindən, yuxu bilirsiniz, insan yuxu görə bilir, yatmağın ədəblərindən. Bəzən insan qorxur yuxuda, bəzən sevinir, bəzən xoşa gələn şey görürsən yuxuda, bəzən qorxursan. Həmçinin yatmağın, yuxunun ədəblərindən qorxduğun zaman Allahı zikr eləməlisin. Xoşa gəlməyən bir yuxu gördünsə, Allahı zikr elə. Əuzu billahi minəşşeytanirracim de. Və s. kimi Allahı zikr elə, təsbih elə, təkbir gətir və s. kimi. Və həmçinin yuxunun ədəblərindən bəzi elm əhli gətirir, arxası üstə yatarkən ayağını ayağının üstə qoyub yatmamaq.
Bu, təbii ki, əziz qardaşlarım, ölkədən ölkəyə bu qadağanda fərq var. Bəzi ölkələrdə insanlar izar geyinir, izar. Şalvar geyinmirlər. İzar nədir? Köbəkdən aşağı topuğa qədər bir parça, belə deyək, bir parçadan olan bir şeydir. Onu bədənlərinə dolayırlar. Xüsusən Hindistan ölkələrində, Filippində, İndoneziyada, Maleziyada bu geyimlər məşhurdur. Və yaxud istəyirsən, ərəb geyimləri olsun. Həmçin Yəməndə də bu şey məşhurdur. O izarla gəzmək, izarla yatmaq. Belə hallarda, əgər adam arxası üstə, ayağının üstə qoyub yatarsa, adətən ehtimal var ki, onda insan övratı izhar olunsun, övratı görünsün. Belə olduğu halda o cür yatmaq qadağandır. Amma adətən, dediyimiz kimi, əgər insan övratın açılmamağından əmin olarsa, onda o zaman elə yatmağında heç bir sıxıntı yoxdur. Elə yatmağında heç bir sıxıntı yoxdur. Bugünkü dərsimiz bu qədər. Allah bizə işdə faydalarını etsin. Ədəbləri, ərkanları gözəl şəkildə yerinə yetirənlərdən etsin. Və sallallahu və səlləm və barik alə nəbiyyə Muhammed və alə alihi və sahbihi əcməin.